Amma Allah deyirsiniz nədir? Deyir, bütün analar var yer üzündə. Və bütün insanların anaları, heyvanların anaları, nə qədər məhəbbətlər var, yığın bir yerə, yığın. Mənim 100 məhəbbətim varsa, birini dünyaya vermişəm, bütün hamısının məhəbbəti bu bir dənənin içindədir. Görün, nə qədər şiddətlidir bu. İnanmısınız bu məhəbbətə? 99'u məndə, birini də məndə olanı vermişəm, bütün dünya əhlinin arasında bölüşdürüblər. Bütün anaların, balalarına məhəbbəti, nə qədər məhəbbət adına nəsə varsa, o 1%-in içindədir. Bunu başa düşəndən sonra qalxırsan, səhər tezdən oturursan, dua edirsən, oturursan, deyirsən, Allah soruşsan, niyə gəlmişsən? Deyirsən, gəlmişəm mehribanlığından ləzzət almağa. Deyir, səcdə eləyən bilsə ki, rəhmətim onu nə qədər bürüyəcək, səcdədən baş qaldırmaz. Heç nə, elə gedirsən səcdəyə. Çox möhtacıq biz. Mənəviyyat budur, yoxsa quru-quru Allaha yaxınlaşmaq üçün yaram. Nədir bu yaxınlaşmaq? Bəsdir bu quru-quru sözlərdən istifadə elədi. İman hərarətdir. Hiss eləyək bütün vücudumuzla. Hiss eləsək nə qədər mehribandır, Allah bir dənə Quranda bir kəlmə bizlə danışanda bütün vücudumuz həyəcandan titriyir. Deyirsən, sən əzəmətdə Allah mənə adam yerinə qoyub, mənlə danışırsan. 114 surə mənə şəxsən nazil eləmişsən. Niyə deyirsiniz bizə? Burada oturan hər biri desin ki, Allah mənə Quran göndərmişsən, mənə, bax tək sənə. Sən filan kəs adın nədir? Səni nəzərdə tutub Quranı sənə göndərib. Onda adamın ürəyi partlayır. Bir nəfər alimdən eşitmişəm, deyir, ataları can verirdi, 1 ay, 2 ay, 3 ay komadadır. 3 aydır komadadır. Nə ölür, nə qalır. Həkimlər deyir, içində qalıb Allaha. Deyir, bir ariflə məsləhətləşdi, dedilər ki, belə şeylər olur. Dedilər ki, balalarına görə ölə bilmir. Balalarının bıraxmırlar da onu. Mən bir arifin həyatında oxumuşam, deyir ki, xəstəxanadaydı, biraz halı yaxşılaşdı, pis idi vəziyyəti, can verirdi, halı yaxşılaşdı, dedi ki, məni bir günlük buraxın evə, halım yaxşı. Dedilər, maşallah yaxşısan, gedə bilərsən. Dedi, o yaxşı söhbəti deyil. Məni bıraxın gedim. Getdi, deyir, həyat yoldaşı ilə oturdular. Arifin adı yadımdan çıxıb, məşhur hadisədir. Oturdular, söhbət elədilər, danışdılar filan. Ondan sonra deyir, soruşdular, axı sən niyə çıxdın xəstəxanadan, niyə evə gəldin, niyə yaxşılaşdın birdən? Axı sən, deyir, mənim yoldaşım ölməyimə razı deyildi, ürəyini qıra bilmirdi məndən. Gəldim, başa saldım, izah elədim, indi razılaşdı, gedirəm. Belə şeylər olur. Deyir, 2-3 ay, 4 ay ölmür, rəhmətə gedə bilmir, can verə bilmir bu adam. Arif dedi ki, balaları buraxmır, sevgidəndir. Deyir, bir ayda ta özlərini hazırladılar ki, axır kişi dünyasını dəyişdi. Nə üçün bunu deyirəm? Heç nə yoxdur, heç reaksiyası da yoxdur. Ata ki var orada, atadır, o qalsın. Belə də. Niyə görə? Məhəbbət görüb ondan. Birindən məhəbbət görün, əl çəkmirsən. Bunu çatdırmaq istəyir. Qoy qalsın orada tərpənsin, nəfəs alsın. Heç mənə baxa bilməsin. Amma məhəbbət var axı onun vücudunda mənə qarşı. O məhəbbətdir ki, mən ona bağlayır. Ölməyinə imkan vermir. Mənəviyyat nədir? Yəni, içində o ehtiyacı tapasan, məhəbbət ehtiyacını və o ehtiyacı qarşılayan Allahı görəsən, ondan sonra yaşayasan özün üçün, məhəbbətin istisində, işığında, keyflə yaşayasan. Yiyəsən, Bismillahirrahmanirrahim, ağzın dada gəlsin. Nuşucan ye. Yaxşı, qəşən ye. O, ətdən ye, həmmən göyərtidən ye. Nə istəyən ye də, ye halaldır. Amma Bismillah de, keyf elə. Yemək də bir keyfə çevrilir. Deyirsən ki, mənim üçün yaratmısan bunu. Geyin, gəz, dolan, keyf elə də keyf elə. Mehriban adı ilə keyf elə, mehribancılığı ilə keyf elə. Və həmişə də deyilən ki, bununla da bitmir. Qabaqda əbədiyyət var. Qabaqda əbədiyyət var. Həmişə məni nəvaziş eləyəcək. Məst yaşayacam mən. O məhəbbətin istisində məst yaşayacam. Bunu bizə təlqin eləmək istəyirdim. Allaha hörmətsizlikdir. Mən bəzi şeylərin üstündən keçəcəm ki, 10 dəqiqə sözümü bitirirəm icazənizlə, olar elə.
Ümumiyyətlə mənə icazə verirsə bu Ramazan ayında biraz çox danışım bu il. İcazə, hamı icazə verir. Kim razıdırsa salavat desin. Bəziləri üzə düşür cəmaatın salavat deyir, amma inşallah, çünki mən çatdıra bilmirəm. Yəni, kimin indi işi var, yenə deyirəm, söhbətin harasından istəsə durub gedə bilər. Mən də sözümü, yəni 1 saatdan keçməyəcək, çox deyəndə, ən çoxu 1 saatı nəzərdə tuturam. Yəni, ondan oyana inşallah keçməyəcək. Deyir, bir adama desin ki, Allah bunu bağışlamayacaq, Allah qəzəblənir. Nə qədər pis adam olur olsun, hədisdə var. Deyir, desin ki, Allah bunu bağışlamayacaq, Allah bunu bağışlamaz, Allah deyir, onun günahlarını götürər, sənə yazar. Axı, o pis adam idi, deyir, sən mənlə nə işin var? O keçmişdə cinayət eləyib ölənlər yox, ha, deyirləri onlar demirəm. O da cinayət eləyib, ictimai fəsad eləyib, tövbə də eləyibsə, çıxıb tövbəsini elan eləməlidir. Elə belə gizlində eləməyib ki, amma yox, bugün görsən bir ən pis günahkar adamdır, desin ki, Allah bunu bağışlamaz, Allah qəzəblənir. Acıq gəlir bu yanaşmadan, bu qəzavətdən. Mən bilmirəm bu hədisin sənədin, yəni bu hadisənin sənədin yoxlamamışam, amma bir çox mötəbər adamdan eşitmişəm ki, Yezid gəldi, dedi İmam Səccad əleyhissalama ki, bilmirəm, inkar eləyən də var, təsdiq eləyən də var. Dedi ki, mən tövbə eləmək istəyirəm. Deyir, İmam Səccad namaz öyrətdi ona. Ətrafdakılar dedi ki, ağa buna da, dedi ona qismət olmayacaq, amma mən yolunu bağlamalı deyiləm. Qismət olmayacaq, amma mən yolunu bağlamalı deyiləm. Heç kəsin gərək yolunu bağlamayasan. İmam Hüseyin əleyhissalam Ömər Sədə ürək yandırırdı. Ömər Səd gəldi başını bədəndən ayırmağa, can verən vaxtda baxdı, dedi ki, səndən daha pisi yox idi gələ bu işi görə. Bu nə deməkdir? İmam Hüseyinə nə fərqi var başını kim kəsəcək? O həddə kömək eləyə bilirsə, Ömər Sədə də kömək eləyir. O həddə. Heç olmasa sən bunu eləmə. Bu qədər köməyim deyə bilir ki, sənə. Deyərsən, sən can verirsən, sənə qurban olun. Sənin başı kimsə kəsəcək. Ömər Səddən axı münasibəti olub cavanlıqda. Xüsusi bir münasibətləri olub. Baxır, deyir, ondan alçaq, səndən alçaq biri yox idi gəlib. Deyir, qayıdır, gedir. Hər halda o baş kəsən, bu cinayətləri elədi, o baş kəsən kimi yazılmadı dadır. Bu qədər kömək eləyə bilir, eləyir. Hamısı Allahın rəhmətinin təzahürüdür. Qul ya ibadiyyəl-ləzīnə əsrəfu alə ənfusihim, lə təqnətu min rəhmətillah, innəlləhə yəğfiruz-zunubə cəmi'a, innəhu huvəl-ğafurur-rəhim, həmin ğafurur-rəhimdir. Ey özünə zülm eləyən bəndələrim, mənim rəhmətimdən ümidsiz olmayın. Allah bütün günahlarının hamısını bağışlayandır, istisnasız və o bağışlayan və rəhimdir. Günahı bəhanə eləyir, bağışlasın. Amma bağışlamaqdan üstünü budur ki, mən rəhimliyəm. Mən rəhimliyəm. Mən də ərəbcəsini oxumuram, Peyğəmbərinə vəhy elir hədisi qudsidə. Deyir ki, günahkarları naumid eləmə. Naumid eləmə. Qoy oxuyayım da ərəbcəsini. Və lə yəyəsil muznibun min məğfirəti li zunubihim. Deyir, günahlarına görə mənim rəhmətimdən ümidsiz olmasınlar. Və in kəsurət, lap çox da olsa günahları. Lakin bir rəhməti fəl-yəsiqu və li-fəzli fəl-yərcu. Buyurur ki, əgər günahları çox da olsa, arxain olsunlar, mənim rəhmətimə və mənim fəzlimə ümidvar olsunlar. Əslində günah bəhanədir, gedəsən, bağışlasın, qalasan yanında. Böyüklər gedib edib bağışla, əstəğfirullah. İmamlar niyə deyib bağışla, günah eləyiblər, yox. Bilirsiniz nə deyib, bir dənə sizə bir söz deyim, bunu yadda saxlayın. Bir adam çox mehriban olanda, adam özünü onun yanında günahkar hiss eləyir. Razısınız bundan? Biri çox böyük adamdır, çox diqqət eləyir sənə həddindən artıq.
Deyirsən, axı, mən layiq deyiləm. Yaxşı iş görürsən ona. Bir nəsə xidmət eləməzsən, yenə də o qədər mehribandır ki, yaxşı işə görə də xəcalət çəkirsən. Yaxşı işə görə də üzr istəyirsən. Deyir, axı, sən bir günah eləməmsən, deyirsən, heç nə, yanından geçsin, bağışda üzr istəyirəm. Böyüklərin o qədər rəhməti ki, görürsən, nə qədər rəhmət yağır, onda xeyir işə görə üzr istəməyə başlayırsan ki, mən heç eləyənmədim, naqisdir mənim yaxşılıqlarım. Bir böyük çox enəndə aşağı mehribanlıq eləyəndə, istər-istəməz hamı özünü günahkar bilməyə başlayır. Böyüklərin, övliyaların istiğfarı buydu. Övliyaların istiğfarı buydu. Hədisdə var, deyir, günahkarlar bilsə ki, onların tövbəsini nə qədər sevirəm, ləmatu şəvqən, şövqdən ölərdilər. Axırıncı hədisi deyim, bunu keçmişdə sizə demişəm, sonra sözümü tamamlayayım. Həsən Bəsri Arif kimi tanınıb, Arif kimi tanınıb, övliya kimi tanınıb. Oturdu bir söz dedi ətrafdakılarına. Dedi ki, leysəl acəbu mimmən halək, keyfə halək. Və innəməl acəbu mimmən nəca, keyfə nəca. Deyir, təəccüblü deyil bir adam həlak oldusa, deyəsən ki, nə əcəb həlak oldu. Nicat tapdısa gərək təəccüblənəsən, necə nicat tapdı. Gəlib bu söz İmam Səccada dedilər, İmam Səccad dedi, xoşuma gəlmir bu söz, bu düz söz deyil. Və ənə əqul, görün mən nə deyirəm, mən İmam Səccad. Və ənə əqul, leysəl acəbu mimmən nəca, keyfə nəca. Və innəməl acəbu mimmən hələkə keyfə hələk. Deyir, təəccüblü deyil, nicat tapdı biri. Təəccüblü budur, necə həlak oldu. Dalıca buyurur ki, məəs-səati rəhmətillah Teala. Bu boyda geniş rəhmətin müqabilində biri həlak olanda təəccüblüdür, nicat tapmaq təbiidir. Siz Allahı necə tanıtdırmısınız ki, deyirsən ki, biri həlak olanda təəccüblü deyil, nicat tapanda təəccüblüdür. Siz Allah tanımamısınız, Allahı gedin tanıyın. Allah bu qədər rəhmətlə, mərhəmətlə təəccüblüdür ki, sən nə qədər müqavimət göstərdin ki, həlak oldun. Nə qədər sən ona üst çevirdin, qaçdın ondan ki, həlak oldun. İmamları hamısına canımız fəda olsun, göndərib, Peyğəmbəri göndərib ki, bu rəhməti bizə hiss elətdirsin. Eşitmişsiniz, bunu keçmişdə demişəm, sözümü tamamlayıram. 25 il dedi, 26 il dedi, bir həkim idi. Dedi ki, nəsə bir işim oldu. Nə üçünsə bu rəqəmi dedim ki, İmam Rızanın məşədinə ziyarətə gedəcəm hər il. Hər il müəyyən vaxta gedirdim. 25-ci il ya 26 idi, yadımdan çıxıb da o il yadımdan çıxıb. Amma neçə uzun illər. Bitdi nəzrim. Yəni, məsələn, 25-ci axırıncıdır, məsələn, onu elədim. Növbəti il həmin vaxt ki, mən getməli idim, da getmirəm da nəzrim, məsələn, 25 il idi, da getmirəm. Həmin vaxtlar ki, adətən gedirdim, yatdım, gördüm, İmam Rıza aleyhissalam oturub, deyib, baxır, məni gördü, dedi, gəlmirsən. Mən başa düşdüm ki, durdum, ağlaya-ağlaya yuxudan. Mən başa düşdüm ki, onlar bizim yolumuzun intizarını çəkir. Onlar tək-tək bizim üçün darıxır, gəlməyimizi arzulayır, istəyir. Bu qədər insan onların rəhmətinə, mərhəmətinə, iman gətirə, inana. Və bir söz ki, mən dedim, insan özünü günahkar bilir, bu günahkarlıq hissi bütün böyükləri böyük eləyib. Bütün böyüklər o qədər rəhməti görüblər, əliboş dünyadan köçüb hamısı. Əbəlfəz ağanın adını istəyirəm burada çəkim. Həzrət Əbəlfəzin. Çox ürəyi sındı dünyadan köçdü. Biçarə gördü özünü, biçarə. O şəkildə dünyadan köçdü. Əhl-i Beytə, Peyğəmbər ailəsinə, İmam Hüseynin övladlarına kömək eləyəcəyindən ümidsiz oldu, naümid oldu. Dedi, əlimdən bir şey gəlmir. Çox ciddi getdi su gətirməyə, möhkəm getdi. Yazırlar ki, uşaqlar da möhkəm inandılar ki, əmiləri su gətirəcək. Möhkəm inandılar.
İmam Hüseyin əleyhissalam da ona möhkəm dedi, Əbəlfəz get su gətir. Möhkəm dedi ona. Get su gətir. Məyus elədilər onu. Məyus elədilər. Məyus oldu, xəcalət çəkdi. Sən onun gözü ilə bax, dedi bir dənə su aparmalıydım, ona da yaramadım. Ona da yaramadım. Özünə dedi, Abbas, məntiqi buydu, əlindən nə gəlir? Heç bir xidmət eləyənmədin Hüseynə. Heç bir xidmət eləyənmədin. Allamə Bəhaəddini deyir, neçə gün çörək yemirdi. Həkimi danışır, deyir, getdim, gördüm ki, nə olub buna, müalicə eləməyə çalışdım, müayinə elədim, gördüm, bioloji bir problemi yoxdur. Bildim, bu ruhi problemdir, nəsə mənəvi məsələdir. Deyir, soruşdum, ağa, nə olub? Heç nə demədi mənə. Deyir, dedim, müalicə eləyəcəm, dərmanlarla bir təhər aram elədim, bir həftə, 2 həftə zarafatla, deməklə, gülməklə özünə gətirdim. Deyir, mən səni sağaltdım, amma xahiş edirəm səbəbin deyəsən. Deyir, təzdən həmin o ifadə gəldi üzünə, neçə gün qabaq ki. Mənə baxdı, dedi, aman Əbəlfəzin naümidliyindən, məyusluğundan, aman onun ümidsizliyindən. Çox çətin idi vəziyyəti. Ona görə tarix yazır, suya ox deyəndə fəvvəqəfəl Abbas. Deyir, diyandı. Diyandı. Özünü danladı. İmam Hüseyin ki, lütf eləmişdi, demişdi ki, bi nəfsi əntə, canım sənə qurban olsun. Onun müqabilində istəyirdi o eşqə cavab versin. Cavab verənmədi. Cavab verənmədi, özünü sındırdı, dedi, heç nə eləyənmədim. Bir dənə də söz deyim, İmam Hüseyin də məyus oldu Əbəlfəzdən sonra. Döyüşün müqəddəratı bəlli oldu. Orada dedi, əl-anin kəsərə zəhri və qillət xiləti və nqətə rəcai. Dedi, daha ümidim puç oldu, belim sındı. Özünü əli boş gördü deyə Allah əlini açdı və elədi babul həvaic. Dedi, indi bütün hacəti olanları bunun qapısına yollayacağım. Çünki Allah o halın müştərisidir. Sən deyirsən, qolu kəsilib, gözünə ox dəyib, başı kəsilib Hüseyin yolunda. O Əbəlfəz bir sözü hey təkrar edirdi. Yox, bunları qoy qırağa, su aparanmədim. Heç nə eləyənmədim. Heç nə eləyənmədim. İnsan rəhməti görəndə əlboşluq hissi yaranır onda və bu gözəl hissdir. Allah o hissin müştərisidir. Allahümmə inna nəsəlukə və nəd'uk.